Salam hörmətli YouTube və TikTok izləyicilərim. Sizləri yenidən xoş gördük. Bura Goranboy rayonudur. Goranboy rayonunun Dərmanlar kəndində bax qarşıda gördüyünüz bir böyük zalı. Bax bu zalın ölçüsü 9'un 4'dədir. Eyni zamanda 2 böyük otaq olan bax qarşıda gördüyünüz belə bir məhəlləvi satılır. Hal-hazırda yenidən mən sizə gördüyünüz kimi təzə tikilidir. Yəni yaxın illərin tikilişidir. Sənədi torpağın sənədidir. 13 sotdur. Ancaq mənə deyilənə görə 13 sotdan çox olmalıdır. Yenidən mən sizə zalını göstərirəm. Sol tərəfdə gördüyünüz kimi qapısı dəmirdir. Polu taxtadır, yəni möhkəm materialdır. Splaşnoy bu cürdür. İnsə otaqlardan birinə keçirəm. Dediyim kimi Goranboy rayonunun Dərmanlar kəndində yerləşir. Bax hal-hazırda mən sizə otaqlardan birini göstərirəm. Bax buranın ölçüsü 6'nın 5'ədir. Bax bu cürdür, təmirlidir. Bax belə bir deməli bir böyük zalı 13 sot torpaqda yerləşən həyət evinin qiyməti mənə deyilənə görə 53 min manatdır. Ancaq qiymətində mütləq razılaşma olmalıdır. İndisə mən sizə ikinci otağı göstərirəm. Bax qarşıda gördüyünüz bu deməli bu otaqda gördüyünüz mebellər evdə qalır. Yəni həmin qiymətə aiddir. Yenidən mən sizə otaqlardan birini göstərim. Onda deyim ki, gözəl böyük bir bağçası var. Çoxlu sayda ağac növləri var orada. İndi mən sizə onu göstərəcəm. 13 sotdur. Torpağın sənədi, torpağın sənədi yəni çıxarışdır. Bura isə deməli mətbəğidir. Mətbəğin ölçüsü 3'ün 4'dədir. Bax bu cürdür. Yenidən polunu görsün. İndi isə mən məhəlləsinə eyni zamanda bax o bağçasına çıxıram. Deməli bağçasında çoxlu sayda yaşayış var. Bax bura deməli bura deməli hal-hazırda bax siz hamamını görürsünüz. Hamam məhlədədir. Yenidən mən sizə bax bura məhləsidir. Dediyim kimi 13 sotdur. Ancaq 13 sotdan çoxdur. Bax belə bir həyət evinin qiyməti 53 min manatdır. Stil sistemi 2 minutkadır gördüyünüz kimi. İndi isə mən sizə deməli qarşıda Əldamıdır. Navesin alt hissəsidir. İndi isə bağçasına keçirəm. Gəncə Bakı avtomagistral yolundan bu həyət evinə qədər olan məsafə maksimum 2 kilometrdir. Gördüyünüz kimi ətrafda çoxlu yaşayış var. Bax bu bağça haqqında sizə deyirəm. Burada təxminən mənə elə gəlir ki, bir 50'dən çox ağac növü var. Bax yenidən hər bir ağac növündən var. Yenidən mən sizə bağçasını göstərirəm. İndi isə evin xarici görünüşünü görmək mümkündür. Bax bu cürdür. Belə bir həyət evinin qiyməti 53 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Yenə təkrar edirəm. Goranboy rayonunun Dərmanlar kəndində yerləşir. Pafaktu 15, sənəddə isə 13 sotdur. Sənədi torpağın sənədi çıxarışdır. Yəni asan xidmətdə alqı-satqı edən sənəddir. Yenidən mən sizə bax bu deməli həyət evinin bağçasını göstərirəm. Həqiqətən çoxlu sayda ağac növləri var. Bax belə sizlərə uğurlar.